Salam uşaqlar, hədəf kursları 22 fevral 9-cu sinif buraxılış sınavını izah edirik, riyaziyyat hissəsini. 57-ci sualdan başlayaq. Demək, bərabərsizlik sisteminin tam həllərinin cəmini tapın. Deyir ki, x 5-dən böyükdür, yəni 5 daxil deyil amma. Ta ki 11-ə qədər, amma 11-də daxildir. Bərabər işarəsi varsa daxildir deyirik, yoxsa daxil deyil deyirik. 5-dən 11-ə qədər. Və bu aralıqdakı tam ədədlər 6, 7, 8, 9, 10 və 11-dir. Bu ədədlərin cəmi də 51 eləyəcək. Cavab B variantı. Keçək növbəti suala. Deyir ki, torbada 6 sarı 4 qırmızı n dənə yaşıl top var. Torbadan çıxan bir topun qırmızı olma ehtimalı 3də 1 olarsa n-i tapın. Bütün topların cəmi 6, 4, n, yəni 10 üstəgəl n-dir. Qırmızı top nə qədər? 4. Qırmızı olma ehtimalı 3də 1-dir. Tənliyi həll eləsək 10 üstəgəl n bərabər 12, n də bərabər 2 olacaq. Demək, 2 dənə də yaşıl top var. N-i soruşur bizdən. N bərabər 2, cavab A. Növbəti sual. 2 dənə tən bölən verib. Şəkildə AN və BD uyğun olaraq AN, ABD üçbucağının, BD isə ABC üçbucağının tən böləni olmalıdır. Uyğun olaraq sözü bu ikisinin yeri dəyişik olmalıydı. Olsun, bir fərq eləmir. Onsuz da ikisinin də tən bölən olduğunu bilirik. Yəni, AN-i uzatsaq, AN həqiqətən də ABC-nin də tən böləni olmuş olacaq. Sonra, burada tən bölənlərin tən bölən olduğunu qeyd elədik. Üçbucaqlar medianlarıdır. Ay, median sözüymüş orada. Üzrlü sayın uşaqlar. Deməli, medianlarıdır. Medianıdırsa, o zaman burada median olduqlarını bildirəcək xətləri çəkək. Belə ABC və ABD-nin yerləri dəyişik olmalıdır əslində, amma şərtə çox böyük bir problem yaratmır. Deməli, biz medianların sahəni yarı böldüklərini bilirik. Sahəni yarı böldüklərini biliriksə, bura və bura S və S olmalıdır. Niyə? Çünki AN mediandırsa, sahəni yarı bölüb. O zaman, baxaq BD medianına. BD median da ümumi sahəni yarı bölübsə, burada 2S olmalıdır. Və bizə nə deyir? Bizə deyir ki, ABC üçbucağının sahəsi. ABC-nin sahəsi görürük ki, nəyə bərabərdir? 4-ə böl ABN. ABN üçbucağının sahələri nisbətini tapaq. Yəni 4S-i S-ə böl, cavab 4 olsun. Cavab C variantı. Keçid alaq növbəti suala. 3-cü sual 59. 60-cı sualda ki, üçbucağın oturacağının uzunluğu 30% artırıb. Oturacağı çəkilmiş hündürlüyü 50% alsa sahə necə dəyişər? Üçbucağın bir üçbucaq var. Bu üçbucağın bir üçbucaq var. Bu üçbucağın oturacağı A-dır, hündürlüyü də bilir ki, H-dır. Sahə necə tapılır? 2də 1 A vurulsun H şəklində tapılır. Və bizə deyir ki, yeni sahədə 2də 1 vur, üçbucağın uzunluğunu 30% artır. Yəni A yazma artıq. A-nın yerinə %130 yaz. Sonra deyir ki, çəkilmiş hündürlüyü 50% azalt. Yəni H yazma. H-ın əvəzinə H vurulsun %50 yaz deyir. O zaman baxırıq ki, dəyişim ancaq bax bu kəsirlər qədər olacaq. Yəni %130-u %50-yə vurub necə dəyişdiyini tapacaq bu ifadənin. Sıfırları ixtisar aparanda cavab %13-5-ə vur 65. %65 olur. %65 isə 35% azalma deməkdir. Yəni cavab B variantı. Cavab B. 35% azalar. 61-ci suala baxırıq. Əgər bu şərtdə əsasən B-ni sağa aparsaq, A B-dən böyük olur. Əgər A B-dən böyükdürsə, kəsrin sürəti məxrəcindən böyükdürsə, bu ifadə də 1-dən böyük qiymət almalıdır. 1-dən böyük qiymət almalıdır. Ala biləcəyi ən kiçik tam qiymət də 1 deyilsə 2 olur. Cavab A variantı. 62-ci sualda radiusu 2 olan çevrənin 120 dərəcəli qövsündə söykənən vətərinin uzunluğunu tapırıq. Deməli, bir çevrə belə bir radiusla çəkək. Radiuslar olsun 2, bucaq olsun 120 dərəcə. Bu 120 dərəcəyə söykənən vətər, biz belə bir qayda bilirik ki, üçbucaqdan kənarlar x olsa, ara 120 dərəcə olsa, qarşı tərəf x köşdə 3 olmalıydı. Həmin qayda ilə də vətər 2 köşdə 3 olacaq. Cavab E variantı. 63-cü suala baxırıq. 63-cü sualda sadə bir kəsr hesablaması, amma kökləri sadələşdirməliyik. 2-də 28 4 vur 7-dirsə,
2 kökdə 7 olacaq. Çıxılsın. 63 əgər 9 vur 7-dirsə, o da 3 kökdə 7 böl 3 olacaq. 2-lər ixtisar getsə, 3-lər ixtisar getsə, kökdə 7 çıxılsın kökdə 7. Cavab D variantı 0 olur. 64-cü sualda tənliyin kökləri cəmi nə olmalıdır Viet teoreminə görə? Ortadakı əmsalın əksi, yəni mənfi 20 böl qarşıdakı əmsal. A, yəni 4. Yəni mənfi 5. Cavab C variantı olmalıdır. Tərəflərin uzunluqları natural ədədlər olan paralleqramın bir tərəfi digərindən 3 dəfə böyükdür. Bir paralleqram çəkirik. Paralleqram bir tərəfi x, digər tərəfi 3x-dir. Qarşı tərəflər bərabər olduğundan onları da eyni qeyd eləsəm, perimetr baxırsan ki 8x olur. Yəni perimetr 8-ə bölünən bir şey olmalıdır. Variantlar arasında da baxıram ki, yalnızca D variantı 8-ə bölünür. Ona görə 65-in cavabı D variantı edəcək. Keçid alırıq növbəti suala, 66-cı suala. 66-cı sualda standart şəkildə yazılışın tərtibini tapaq. Standart şəkildə yazılışda gərək qiymətli isə 1 ilə 10 arasında olsun. Yəni vergül 2,5 kimi, yəni 2 ilə 5-in arasında olsun. Vergül bir dənə sağa sürüşdürsə, qüvvət 1 vahid düşüb, 10 üstü 5 olmalıdır. Standart şəkildə tərtib nə olacaq? 5. Yəni cavab C variantı. Sadə natural ədədin, sadə bir natural ədəd P kvadratının natural bölünənlər sayı. Natural bölünənlərin sayını tapmaq üçün qüvvətləri bir vahid bölüb hasil tapırdılar, amma burada başqa bir vuruq olmadığından hasil söhbəti olmayacaq. Sadəcə qüvvəti bir vahid böləcəm. Cavab 3B variantı edəcək. Düz xətt üzərində 7 dənə nöqtə qeyd olunubsa, alınan parça sayı düsturu n vurulsun n çıx 1 bölü 2-dir. Yəni 7 vurulsun 6 bölü 2 bərabər 21. Cavab D variantı olacaq. 69-cu sualda ABC müxtəlif çox ədədlərdir. A plus C-nin dərəcəsi 7, A plus B-nin dərəcəsi 8 olarsa, A plus B plus C-nin dərəcəsini tapaq. Bu suala diqqətlə baxsaq, deməli, bax, A topla C-nin dərəcəsi 7-dirsə, deməli, A və B, A və C-dən hansınsa dərəcəsi 7-dir. Tamam. Sonra digər şeyə baxaq, ifadəyə, A plus B-nin dərəcəsi 8-dirsə, deməli, burada A və B-dən birinin dərəcəsi 8-dir. İndi bu A topla B topla C yazıldıqda, bu ifadələr hamısı yazılanda. Ümumiyyətlə, dərəcələr 7 və dərəcələr 8 verilmişdirsə, deməli, burada dərəcəsi 7-dən və 8-dən daha yuxarı olan bir şey yoxdur. Düzdürmü? O zaman A topla B topla C çoxaltısının dərəcəsi bu şərtdə gördüyümüz ən yuxarı dərəcə nədirsə, o olacaq. Ən yuxarı dərəcə 8 idisə, bu çoxaltının dərəcəsi 8E variantı olur. Keçid aldıq 70-ci suala. Sadə bir sual, ifadəni kvadrata yüksəltmək lazımdır, sağını və solunu. A üstəgəl 1 böl A-nın kvadratı bərabər 6-nın kvadratı olacaq. A-nın kvadratı topla, düsturun ortası 2AB, yəni 2 vur A vurulsun 1 böl A, toplansın 1 böl A kvadrat bərabərdir 36. A-lar ixtisar getsə, 2 də sağa keçsə, A kvadrat 2 də sağ tərəfə keçəndə A kvadrat toplansın 1 böl A kvadrat bərabər 36-dan 2 çıxırıq 34. Yəni cavab C variantı olur. Qeyd edilən uzunluqları 5, 12, 10 düz bölüb xarici çəkilmiş çevrənin radiusunu tapaq. Belə 5, 12 gördünsə, xarici çəkilmiş çevrənin hipotenuz 13 olacaq. Xarici çəkilmiş çevrənin radiusu üçünsə düsturun C böl 2 olduğunu bilirik. O da bərabər 6,5 cavab D eləyir. Məlumat olsun deyə daxilə çəkilmiş çevrənin də radiusunun düsturunu yazaq. A topla B çıxılsın C böl 2. Daxilə çəkilmiş çevrənin radiusunu soruşsa da bu düsturdan istifadə edərdik. Cavab D. 72-ci sual tənlər sistemindən x topla 2y cəmini tapmaq lazımdır. Baxıram ki, mən bunları alt-alta toplasam, 9x toplansın 18y bərabər 36. Hər tərəf 9-a bölsək, x toplansın 2y bərabər 4 edər. Cavab 4. 73-cü sualda ədədin tam hissəsini tapmaq lazımdırsa, 12-nin 3,3 neçəsə olduğunu bilirik. Bizdən misal soruşmadığı üçün, tam hissə soruşduğu üçün hər hansı bir ədəd yaza bilərəm. Məsələn, 12 çıxılsın 3,1 yaza bilərəm. 12-dən 3,1 çıxanda 8,9 qalır. Məsələn, 8,9. 2 yazsaydım 8 qalacaqdı. Ona görə bu ədədin tam hissəsi 8 olacaq. Açıq sualdır. 74-cü sualda növbəti sualımıza baxaq. 74-cü sualda 2 zər atılanda üst-üzə düşən ədədlərin cəminin 6 olması hallarını tapmalıyıq. 2 zər atılsa 6 halı bizə nə vaxt gələ bilər? Ya 1-5-də, ya 2-4, 2-4 olsa, ya 3 qoşa gəlsə, ya 4-2, ya da 5-1. Birinci zərdə 5, ikinci zərdə 1 olsa gələ bilər. Yəni, rəqəmlər cəminin 6 olması 5 halda mümkündür.
Və biz 2 zər atılanda hər zərdə 6 halın olduğunu bilərək ümumi halların sayının 6 vur 6 36 olduğunu bilirdik. Və bizə lazım olan 5 dənə hal varsa, ümumi halların sayı 36-da 5. Ümumi halların sayını soruşur, ehtimal soruşmur. Ehtimal soruşmursa, ümumi halların sayı, yəni 6 olmasa halların sayı 5 olacaq. Cavab 5. 75-ci sualda həqiqi kökü yoxdur. Deməli, ax, x-ləri bir tərəfə yığ, çıxılsın 4x bərabər 9-dan 7 çıx 2. Yəni, a çıxılsın 4, x bərabər 2 olarsa, bu tənliyin həqiqi kökü yoxdursa, x-in əmsalı gərək 0 olsun. A çıxılsın 4 bərabər 0 olsun. Deməli, a bərabər 4 olarsa, bu tənliyin həqiqi kökü yoxdur. Keçək 76-cı suala. 20%də 30 qram məhlulun üzərinə 30 qram duz əlavə olunur. Demək, bunu da iki üsulla həll edə bilirik. Əgər desək ki, 30 qram 20% məhlulun üzərinə nə əlavə edirsən? Su. Nə qədər əlavə edirsən? 30 qram. Yazsan bura 30. Su neçə faizli məhluldur? Su 0% məhluldur. Və nəticədə 60 qram x faizli məhlul alınsın desək, 600, yəni 30-u 20-yə vurursan, 600 toplansın, 30-u 0-a vurursan, 0 bərabərdir 60x eləyir, x bərabər 10 olur. Yəni 10 faizli məhlul alınar. İkinci üsul isə məhlulun tərkibindəki duzu tapmaqdır. Yəni 30 qram 20% məhlul deyil, 30-un tez 20%-ni tap, %20-sini, bərabərsin 6. Demək 6 qram burada duz var. O zaman biz bilirik ki, məhlulun faizi duz böl ümumi vur 100 kimi tapılır. Duz, yəni 6 böl ümumi. Ümumi əvvəl 30 idi, sonradan da 30 qram su əlavə edilər. Ümumi məhlul 60 qram oldu. 30 qram ümumi məhlul var idi, 30 qram da əlavə etdilər, 60 oldu. Və bunu vururuq 100-ə. Bərabər eləyir, yenə də 66 onda 1, 10%. Cavab 10%-dir. Kiçik diaqonal tərəfinə bərabər olan rombun. Deməli, bir dənə romb çəkirik. Bir dənə belə qəşəng bir romb çəkək. Deyir, bunun kiçik diaqonalı tərəfinə bərabərdir. Kiçik diaqonal əgər tərəfə bərabərdirsə, rombun bu iti bucağı, yəni bu gördüyün bərabər tərəfli 3 bucaqda, bu isə 60 dərəcə olacaq. Rombun iti bucağı 60-dırsa, kör bucağı təbii ki 120 dərəcə olmalıdır. Çünki iti ilə körün cəmi 180 dərəcə olur. Sonra keçdik 76-cı sual, 78-ci suala. Deyir ki, İsmail 3 gündə 100 test işləyir. Yəni bu İsmail bir günə 100 dənə test işləyə bilir. Həsən 8 gündə 200 test işləyir. Yəni bu Həsən bir gündə 25 dənə test işləyə bilir. Bölürük 8-ə. Bir həftə ərzində İsmail Həsəndən nə qədər çox test işləyir? Bir həftədə İsmail 700 dənə, Həsən isə 175 dənə test işləyirlər. Bu bundan nə qədər çox işləsə, bunları bir-birindən çıxırıq. 525. Cavab 525. 79-cu sualda A üstəl 2B ifadəsini qiymətləndirməliyik. A-nın 5 ilə 7 arasında olduğunu bilirsən. 2B-ni tapaq. 2B isə hər tərəfi 2-yə vur. Burada 8 ilə 14 arasındadır. Bu ifadəni qiymətləndirsək, 13 kiçikdir. A üstə gəlsin 2B kiçikdir 21 olur. Yəni cavabı da bu şəkildə qeyd edəcəksən. Yəni ki, A üstə 2B ifadəsi 13-dən böyük, 21-dən isə kiçikdir. İki tərəfin uzunluğu 7 və 13 olan üç bucağın digər tərəfin uzunluğunu ala biləcəyik. Əgər bir üç bucağın iki tərəfinin uzunluğu 7 və 13-dürsə, üçüncü tərəf, yəni x 7 plus 13-dən, yəni 20-dən kiçik, 13 çıx 7, yəni 6-dan böyük olmalıdır. Ala biləcəyi ən kiçik və ən böyük tam qiymət. Ən kiçik tam qiymət 7-dir. Ala biləcəyi ən böyük tam qiymət 19-dur. 7 ilə 19-un cəmi 26 eləyir. Cavabda səhvən 6 toplansın 20, 26 yazmayın. Cavab düz olsa da səhv seçildiyi üçün yarım bal alacaqsınız. 81-ci sual, imtahan biletində hər birinin maksimum balı eyni olan 5 dənə sual var. İmtahan vermiş tələbənin cavabları yoxlanılıb və 5 dənə yəni aldığı sualda cavablar bu nisbətdədir. Yəni ilk sualdan 5x, o biri sualdan 7x, o biri sualdan 11x, o biri sualdan 12x, o biri sualdan da 13x alıb və deyir ki, tələbə ən çox ala biləcəyi balın 0,6 hissəsini alıb. Baxıram ki, bu ümumi neçə bal alıb? 12, 11, 23, 33, 35, 45, 48x. 48x alıb. Amma bütün suallara doğru cavab versəydi neçə x alardı ona baxaq. Bütün suallara doğru cavab versə, məsələn, qiymət A olardı və o deyir ki, bu A-nın 0,16 hissəsini alıb. Demək, bu A-nın 16 hissəsi 48-dir. 48x yazaq. Çəlgəli yazaq bunu. Demək, 6 ilə 48x aparıram 8 qalar. A bərabər 80x eləyər. Yəni, ala biləcəyi maksimum bal 80x idi. 80x idisə, onda demək, hər suala verilən ümumi bal, yəni hər suala maksimum
16x düşür. Tamam, hər sualda maksimum 16x ala bilirsən. Və bizdən soruşulur ki, neçə sualda sual üzrə maksimum balın 70%-dən çoxu toplanılıb. O zaman biz 16-nın 70%-ni tapaq, 16-nın %70-ni tapaq. Təbii ki, cavaba yaxın bir cavab alaraq da. 10-da 7-yə vurmuş oluruq. 16-nın %70-ni tapanda 10-da 7-yə. 16-nı da 7-yə vuranda 70, 42, 70, 42, 112. 112-də 10. Yəni 11 tam 10-da 2 eləyir. 11 tam 10-da 2. Demək 16-nın 70%-i səhv hesablamadıq, ümid edirəm. 70, 42, hə. 11 tam 10-da 2-dir. 11 tam 10-da 2 mötərizədə o x deyə, yəni 11 tam 10-da 2x. Demək bizə deyir ki, hansı neçə dənə sualda 70%-dən çox toplayıb. Yəni 11 tam 10-da 2x-dən 11 tam 10-da 2x-dən çox aldığı sualların sayını soruşur bizdən. 12x və 13x. Yəni axırıncı 2 sualda 11 tam 10-da 2-dən çox bal almışdır. Neçə sualda? Cavab 2 sualda. Bununla da 9-cu sinif izahları deyəsən bitdi. Bəli, bitdi. Ümid edirəm ki, faydalı olmuşdur.